Paytaxtın Binəqədi rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Belə ki, Opel markalı 56 BH809 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən qarşıdan gələn Devo markalı Rusiya dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Şahidlərin sözlərinə görə hadisəyə səbəb Devo markalı avtomobilin Opel markalı avtomobilin qarşısına çıxması olub. Nəticədə Devo markalı avtomobil sürücüsü xəsarət alıb. Hadisə yerinə yol patrul xidməti və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Araşdırma aparılır. Sami Təşimov, Bugün TV.